bədən bizə danışmaq istəyir, amma çox vaxtda biz ondan qaçırıq. Az olub ki, pasientlərimiz olub, elə öz bildiyimiz, çox yaxın tanıdığımız adamlar da olub ki, gəlir o simptom qapını döyür, bir şeylər demək istəyir. Deyirsən ki, qulaq ardına vurursan və qaçırsan. Qaça-qaça gedirsən. Özünü təxirə salır. Özünü təxirə salır, amma gözəl bir söz var, deyir ki, insan heç vaxt problemdən qaçanmaz. Onu ancaq öz ziyanını ertələyə bilər. Deməli, öncəliyi, daha başqa öncəlikləri var da, əgər özünü təxirə salırsa. Həm o var. Deməli, həyat yükü çoxdur o insan. Bilirsiniz necədir? Simptomlar insana mesaj gətirən elçilər kimidir. O bizim tarixi bir sözümüz var da ki, elçiyə zaval yoxdur. Düzdür? Bir şahdır, ona məlumat gətirən bir elçidir. Sən elçiyə əsəbləşib onun boynunu vurdursan, mesajı almamış, elçi də getdi. Nə oldu? Mesajı ala bilmədik. Ona görə bizim sayki təlimlərində həmişə dediyimiz bir söz var. Mesajı almadan elçini öldürmə.